Əziz izləyicilərimiz, əziz şagirdlərimiz, əziz valideynlərimiz, mən Vüsal Kəlbəcəri tənqidçi jurnalist. Bu günlərim Azərbaycanımızın çox gözəl qonaqpərvər rayonlarından biri olan biz Cəlilabad rayonundayıq. Cəlilabad rayonunda biz çoxlu sayda şagirdləri dəfələrlə çəkmişik. Bu günlərim sizə biz Dadaşlı Seydağa balamızı təqdim etmək istəyirik. Seydağa balamız gələcəkdə inşallah vətənimizin dəyərli vətəndaşı olmağa söz veribdir. İnşallah istəyirəm ki, siz də Seydağa balamızı tanıyasınız. Adın soyadın nədir git balamız? Dadaşlı Seydağa. Çox gözəl. Gələcəkdə inşallah hansı peşənin sahibi olmaq istəyirsən? Diş həkimi. Arzu edirik gələcəkdə ən yüksək balla tibb universitetinə qəbul olasan, gözəl həkim olasan, gözəl ixtisasın olsun. Bax, bu qədər ixtisaslarını sən nəyə görə diş həkimi olmaq istəyirsən sən? Nəyə görə diş həkimi olmaq istəyirsən bu qədər ixtisasların içində? Mənim uşaqlıq xəyalım. Uşaqlıq xəyal. Çox gözəl. Allah öz arzuna çatdırsın. Çağdaş təhsil komandası olaraq biz səni kimi igid balamızla fəxr edirik. Arzu edirik ki, inşallah ən yüksək adlara layiq görüləsən. Və məktəbdə ən çox sevdiyin müəllimlər hansı müəllimlərdir? Mənim Vüsal müəllim. Vüsal müəllim, sonra Mənim başqa bütün müəllim. bütün müəllimlər. Sinif rəhbəri kimdir sənin? Gülşən müəllim. Gülşən müəllim öz adımızdan sağ ol deyirik. İndi neçənci sinifdə oxuyursan? 5-ci sinif. Hansı məktəbin şagirdsən? 9 nömrəli tam orta məktəb. Demək, Cəlilabad şəhər 9 saat tam orta məktəbin qabaqcıl və nümunəvi şagird. Bəli, 9 saat məktəbdə biz dəfələrlə gözəl çəkilişlərdə olmuşuq. Uğurlu şagirdlərini çəkmişik. Amma əvvəlcə hansı məktəbdə oxumusan? Əvvəlcə mən 2 nömrəlidə oxumuşam. 2 nömrəli məktəb şagird. Bəli, bu da bizim igid balamızın sertifikatıdır, fəxrfərmanıdır və biz də ona görə gəlmişik ki, igid balamızın adını qəzetimizin xüsusi jurnalında bütün sosial şəbəkələrdə inşallah işıqlandıraq. Bugün 2025-ci il 8 yanvar tarixi. Bizə nə söz verirsən? Gələcəkdə vətənimizin başımızı etməyə, bayrağımızın yüksəkləri qaldırmağa söz verirsənmi? Söz verirəm. Gələcəkdə söz verirsənmi ki, inşallah Azərbaycanımızın dəyərli vətəndaşı olasan, bayrağımızı yüksəklərə qaldırasın? Söz verirəm. Biz də sənə söz veririk ki, hər zaman sənin uğur və nailiyyətlərini işıqlandıracağıq. Uğurların bol olsun, nailiyyətlərin bol olsun. Bəli, əziz izləyicilərimiz, mən Vüsal Kəlbəcəri 18 kitab müəllifi Qızıl Qələm mükafatı bu günlərin gözəl balamı sizlərə təqdim edir. Təşəkkürlər, minnətdarım.